İtiraf etməliyəm ki, biz müharibə üçün çox yüksək qiymət ödəmişik. Əvvəla biz öz suverenliyimizi itirmişik. Geçmişdə bizə dəstək olan güclər indi bizi bulur. Biz hər tərəfdən düşmən hücumları altındayıq. Ölkəmizə olmağa çalışırlar. Rusiya, İranı, indi də Avropa və Amerika, Rusiya və İran vurur Azərbaycandan keçək yol istəyirlər. Verməsək ölkəmizi məhv etmək hədəliylə bütün düşmənlərimiz və rəqiblərimizlə tək başına qarşılaşa bilmərik. Döşən ordu dalmır. Düşmənlər öz məqsədli hücumları ilə qüvvələrimizi zəiflədirlər. Suriyalıları, İraq türkmənləri, Şili, Uyğurları, Pakistanlıları gətirməyə çalışır. Heç bir faydası yoxdur. Gizli düşmənlərimiz onları böcək kimi öldürür. Onların hansı silahlardan istifadə etdiyini başa düşə bilmirik. Naxçıvan günü-gündən boşalır. Orada heç kim qalmır. Ölkəmizin infrastrukturu dəhşətli zərbələr altındadır. Elə gün yoxdur ki, ölkəmizin yollarında, körpülərində, əsas boşallarında hadisə baş verməsin. Artıq ixrac olunan neft və qaza çatıblar. Allah ölkəmizi qorusun.